Salam dəyərli şagirdlər, ümid edirəm ki, hər biriniz yaxşısınız. Bu günləri dərs haqqında izah olmayacaq. İstədim ki, tamam fərqli formatda bir video çəkim. Hansı ki, mən Instagramda belə bir boks paylaşmışdım ki, şagirdlər üçün, həmçinin valideynlər üçün maraqlı olan təhsil həyatımla bağlı sualları cavablandıraq. Ümumiyyətlə özüm haqqında qısa bir məlumat vermək istəyirəm. Hansı ki, düşünürəm ki, bu vaxta kimi bir çox videolar paylaşmışam, amma tam təhsilim haqqında, haranı bitirmişəm, neçənci ildə bitirmişəm, neçə illik təcrübəm var, bu haqqda sizinlə məlumat paylaşmamışam. Gəlin ondan başlayaq. Mən Həşimzadə Kəminə, ingilis dili müəllimiyəm. 2017-ci ildə 589 balla Azərbaycan Dillər Universitetinin ingilis dili müəllimliyinə daxil olmuşam. Hansı ki, belə də deyilir, xarici dilin tədrisi və metodikası ingilis dilində. Ödənişsiz daxil olmuşam və şagirdlərim də bilir, əslində balım 639 bal idi. Son 5 dəqiqədə tarixdən bir neçə sual dəyişdiyim üçün balım 589 oldu, amma bunu nəyə görə deyirəm? Heç vaxt yığılan bala görə naşükürlük etmək lazım deyil. Düzdür, kifayət qədər gözəl baldır 589 bal. Amma insan yüksək bal toplayan şagirdlər daha yaxşı məni başa düşər. Yəni çəkdiyin əziyyətə görə deyərdim ki, daha yüksək ola bilərdi. Eybi yoxdur. Ona görə tarixi də öküz vursun uşaqlar. Birinci sinifdən səhv eləmirəmsə valideynlərim deyir, ingilis dilindən hazırlaşırdım. Həmişə həvəsim olub, marağım olub. Nəyə görə məhz ingilis dili və nəyə görə müəllimlik? Bu sualı çox verənlər var. İndi burada suallara da baxmışam. Ümumiləşdirib danışacağam, sonra sualları oxuyacağam. Müəllimlik ona görə ki, müəllimlik ümumiyyətlə mənə görə bütün peşələrin yeri ayrıdır, amma 3 gözəl ixtisas var mənim üçün. Ən üstdə olan 1 müəllim, 2 hərbiçi, 3 də həkim. Bu 3 sahəyə ayrı bir hörmətim var. O səbəbdən istəyirdim ki, bu 3 sahədən biri olsun ən çox. Həkimliyi çox istəyirdim, qismət olmadı. Amma müəllimliyi seçdim. Hərbiçidə də bəlkə pilot olmaq istəyərdim. O da o vaxtda deyəsən hələ xanımlara o şəraiti yaratmamışdılar. Müəllimlikdə bu sahəni seçməkdə səbəbim, müəllimlik, belə deyim, daha çox nə tələb edir? Birinci səbir, öyrətmək səbrim var idi. İkinci, şagirdləri, xüsusilə uşaqları sevmək. Həm mənim uşaqlarla aram yaxşıdır, istənilən yaş qrupu ilə. Həmçinin də istənilən yaş qrupu ilə olan abituriyentlər hansı ki, ən çətini onlardır. Çünki onların keçid dövrü var, yetkinlik dövrü var, fərqli psixologiyadan çıxırlar. Yəni, ayrı bir məsuliyyət tələb edir. Yəni, əksər elə yaxın ətrafımdakı həmkarlarımdan da görürəm ki, əksəriyyət speakingə yönəlir. Yəni, özünü o stresə salmaq istəmirlər. Həm valideynlər olsun, həm şagirdlər olsun, həm işlədiyin, əməkdaşlıq elədiyin yer də ola bilər. Onun üçün sənə ayrı-ayrı səbir lazımdır və bu stresin idarə olma bacarığı səndə olmalıdır. Həmçinin də onu da əlavə edim ki, o sinifi idarə etmək, diqqəti yönətmək şagirdlərə ayrı bir peşəkarlıq istəyir. Onun üçün də o, belə deyim, bacarığı sən özündə özün təkmilləşdirməlisən. Yəni, buna görə kifayət qədər fərqli psixoloji seminarlar olsun, metodiki tədbirlər olsun, yəni onlarla bağlı hər birinə qoşulmuşam. İstər öz dilimizdə, istər ingilis dilində. 2017-ci ildə bəli, qəbul oldum universitetə. 2021-ci ildə tam müvəffəqiyyətlə bitirdim. Ortalama, səhv eləmirəmsə, 90 plus dəqiq idi, ya 91.4 idi, ya 94.1 idi. Yəni, ümumi 4 illik fənlərdən olan ortalamam idi. Və bu ortalama ilə mən xaricdə də gedib oxuya bilərdim. Sadəcə düşündüm ki, müəllimi ilə bağlı artıq mən birinci kursdan işlədiyimə görə kifayət qədər təcrübəni, belə deyim, elə şagirdlərlə işləyərək öyrənmişəm. Düzdür, universitetin mənə öyrətdiklərinin yeri ayrı, grammar olsun, fonetika olsun, speaking olsun, amma bu ancaq universitetdən kifayətlənmir. Hansı ki, bunu məni izləyən ola bilər, cavan müəllimlər ola bilər və yaxud da Dillər Universitetində oxuyan birinci, ikinci kurs tələbələri ola bilər. Həmçinin müəllim olmaq istəyən şagirdlərimə də bunu demək istəyirəm. Hər şey universitetlə həll olmur. Yəni, universitetə daxil olmaq o demək deyil ki, sən artıq möhtəşəm bir müəllim olacaqsan. Xeyr, yəni orada bizim ilimizdə 600 nəfər müəllim orada məzun oldusa, inanın ki, mən onun bəlkə də 300-350 nəfərini tanıyırdım, çünki klublarda aktiv olmuşam. İnanın ki, əksəriyyəti ya bankda işləyəcək, ya speakingdə işləyəcək, speaking üzrə özünü inkişaf elətdirəcək. Yəni, nə insan var ki, görür ki, müəllimlik onun üçün deyil, ya da özünü o qədər inkişaf elətdirmədiyi üçün artıq başqa müasir sahələrə yönəlir. Yəni, demək istədiyim, bu sahə çox məsuliyyət tələb edir və hamı ola bilər müəllim, düzdür, amma o adı daşımaq həqiqətən də çətindir. İnşallah bu vaxta kimi bu müəllimlik adını daşımışam. Növbəti illərdə də layiqincə daşıyacağıma əminəm. İllər keçdikcə də çəkdiyim əziyyətin qarşılığını möhtəşəm nəticələrlə gələn şagirdlərimdən görürəm ki, bu sahədə olmağa həqiqətən də dəyər.
2021-ci ildə tam müvəffəqiyyətlə universiteti bitirdikdən sonra dayanmadım. Həmin ildə imtahan verdim magistra. Magistr pilləsi də müəllimlikdən fərqli bir ixtisasdır. İnsan resurslarının idarə olunması, HR gedir ingilis dilində, Human Resource Management. MBA, yəni Master of Business Administration, biznesin təşkil və idarə olunması ixtisasıdır. Sadəcə həmin il çox yorğun olduğum üçün tam pulsuza, ödənişsizə daxil ola bilmədim. O səbəbdən ödənişli oxumuşam o ixtisası. 2020-ci il 2023-də bitirdim. UNIC-də idi, İqtisad Universitetində. Orada da çox gözəl təcrübələrim oldu. Yəni istədim ki, müəllimliklə paralel belə deyim, başqa bir sahə olsun, başqa sahəyə də yönəlmək istədim. İnşallah bəlkə gələcəkdə o sahəni də dəyərləndirərəm. Çünki HR sahəsi də çox prestijli sahələrdən biridir. Həmçinin də müəllimliklə bərabər onu da, yəni belə deyim, inkişaf elətdirmək olar. Nəsə onlar gələcəyin işləridir. Uzun danışdım. İndi keçək bir-bir suallarınıza. Başqa nə danışa bilərəm? Ümumi, təcrübəm haqqında danışım sizlə. Belə tək-tək, rəsmi danışmaq istəmirəm. Hardan yadıma düşdü? Həm də təzə gəlmişəm onsuz evə. Dedim ki, elə söz vermişdim ki, bu haqda video paylaşılacaq. Dedim elə bugün paylaşılsın. Demək olar ki, bu il artıq 7-ci ilim idi, tamamlandı. Artıq 8-ci ilə doğru gedirik. Belə deyək də 4 il 1-ci kursdan şagird hazırlamışam. 4 il, 2 il, 2 il, 8 ilim tamamlandı. 9 ildir ki, artıq mən ingilis dilini tədris edirəm şagirdlərə. Amma ondan əvvəl də deyərdim ki, mən şagirdlərlə məşğul olmuşam. Ümumiyyətlə məktəbdə də, məktəbin fəxri məzunu olduğum üçün şagird kütləsini tapmaq çox çətin olmadı. Sağ olsunlar müəllimlərim olsun, əhatəm olsun, yəni savadıma bələd idilər deyə kifayət qədər şagird kütləm var. Yəni əsas məsələ odur ki, görünüşüm heç onu vermir. Demərsən ki, yəni bu insan adi işlədiyim yerdə də görmüşəm. Valideyn özü şoka düşür ki, siz mənim övladımın ingilis dil müəllimi? Deyirəm, bəli. Elə bilirlər ki, bu görünüş, bu üzünün gülməyimə qəti aldanmırsınız. Uşaqlar öz şagirdlərim deyər, gülərəm, düzdür, zarafat öz yerində, amma ciddiyyətim, dərsdə olan davamiyyət mütləq şəkildə olmalıdır. Kifayət qədər şagirdlər var ki, yəni bunu təsdiqləyə bilərlər. Bir neçə şagirdim oldu ki, görürəm ki, diqqəti dərsdə deyil, diqqəti oxumaq deyil. İstər işlədiyim kursda da birinci tələbim o olub. Yəni öz şagirdlərimə cavabdeh özüməm. Özüm də xoşlamıram ki, yəni valideyni aldadım, yola verim və yaxud da şagirdi yola verim. O səbəbdən dərsimdə iştirak edirsinizsə oxumalısınız. Yəni mümkün deyil ki, oxumayasınız və yaxud da yola verəsiniz. Çünki o nəticəni görən şagirdlər də inanın ki, çəkdiyim əziyyətə görə, həm özlərinin əziyyətinə görə, həm də mənim çəkdiyim əziyyətə görə heç vaxt dərsimi yola verməyiblər. Ümid edirəm ki, bundan sonraki şagirdlərim də belə olar. Belə, yəni tədris haqqında danışdım, metodikam haqqında danışdım. Əlavə olaraq da onu da deyim ki, psixoloji kitablar oxumağı çox sevirəm. Səbəb nədir? Odur ki, özümdə yəni o böyük təsirlərini görmüşəm. Həmçinin də şagirdlərin yanaşması, bədən dili, onların hər birini, yəni bir şagirdin üzünü bir dəfə görüm, artıq ondan bilirəm ki, o necə xarakteri sahibdir, yəni onunla mənim xarakterimi tutacaqmı? Yəni bu şagirdin niyyəti oxumaqdırmı, yoxsa deyil? Yəni onu çox gözəl başa düşürəm. Həmçinin də şagirdlərin yalan deməyin bir göz qırpımında tuturam, onlar da öküz vursun. Yəni müəlliməniz bəhanələrə aldanan müəllimə deyil. Yəni saf müəllimə deyil, yola verən müəllimə deyil. Görünüşünə aldanıb düşünməyin ki, bu müəllimə əşi gəlirəm də müəllimə də yola verəcək, onsuz cavan müəllimə xeyir. Yəni cavan görünməyimə baxmayın, həqiqətən də dərsdə uşaqların gözünü tökürəm, oxumayanların təbii ki. Amma uşaqların haqqına girməyim, özləri həqiqətən görürlər ki, bu dərsdə əmək var, bu dərsdə müəllim əziyyət çəkir. Həmçinin də nə mənada, demirəm, mənfi mənada belə əziyyət çəkirəm. Xeyr, yəni borcumuzdur sizə öyrətmək. Amma o əziyyəti dəyərləndirməyin yeri həqiqətən başqadır və buna görə canım şagirdlərimə təşəkkürümü bildirirəm. Həmçinin bu ildə özlərini doğrultdular və bununla paralel bu ilki 10-cu siniflərim də əjdahadılar. İnşallah gözləyməsin, daha gözəl nəticələrlə biz davam edəcəyik. Gəlin başlayaq suallara. İngilis dilini neçənci yazmışdınız? Bu maraqlı sualdır. İngilis dilini neçənci yazmışdım? Birinci yazmışdım ingilis dili və ədəbiyyatı, bunu deyim yazmışdım. İkincidə amma ödənişsiz yazmışdım. İkincidə ingilis dili müəllimliyini yazmışdım. Yəni ikinci yazdığım idi, səhv eləmirəmsə daxil oldum. 555 bal idi keçid balı. Mən 589-dan daxil oldum. Sonra çox gözəl, ağıllı, sadə görünürsüz teacher. Thanks so much. Universitet haqqında məlumat vermişəm. Hal-hazırda təhsil alırammı? Xeyr. Doktoranturanı düşünə bilərəm. Sadəcə inanın ki, artıq oxumaqdan, imtahan verməkdən, həddindən artıq çox yorulmuşam. O səbəbdən özüm imtahan hazırlayıram. Yəni onun acığını sizdən çıxıram uşaqlar, heç nə.
Həmçinin universitet olaraq da ikisini də tövsiyə edirəm. Məsələn, deyə bilərsiniz ki, müəllimə bakalavrda Adunu, masteri UNIC-i tövsiyə edirsiniz. Bəli, yəni indi də olsam, yenə də o ixtisasları seçərəm. Yenə də mən UNIC-də MBA HR-a verərəm. Yəni ingilis dilində oxumuşam ikisində, heç peşman deyiləm. İkisi də prestijli ixtisasdır. YouTube-da yeni dərs izahı açan olacaq Musayevva. Yeni dərs izahı belə deyim, inşallah qısa şəkildə olacaq. Bu gün çəkmişəm, inşallah editləyib onu da paylaşaram. Amma uzun dərs izahı çətindir. Ağlamaq istəmirəm, amma sözün əsl mənasında biraz yorulmuşam və yola verdi heç nə vermək istəmirəm. Daha çox motivasiya tipli qısa videolar çəkməyi düşünürəm. Amma uzun dərs izahları niyyətimdə varmı? Hələ ki yoxdur. Onu da deyim ki, əgər bir şey istəmirəmsə, həqiqətən onu eləyə bilmirəm. Yəni o işin axırı yaxşı olmur da. Gərək ona həvəs gəlsin ki, mən onu çəkim paylaşım. İnşallah ki, incimərsiniz. Xoşum gəlmir yanından belə türklərin sözü yapmacıq davranım olan demək istəyirəm. Bu sualı cavab verməsəm daha yaxşı olar. 600-ə yaxın bal toplamışsınız. Bəli. Niyə? Məhz ingilis dili müəllimi. İngilis dili müəllimi çünki müəllimliyə görə, mənim düşüncəmə görə bir dil müəllimi olmaq prestijlidir. İstər Azərbaycan dili, ingilis dili, hər hansı bir fransız dili, yəni maraq cəhətdən deyirəm. Bir də məntiq, riyaziyyat, yəni o sahə mənim öz düşüncəmə görə mən olsam nəyi seçərəm? Yəni bu iki ixtisası seçərəm. Maraqlı gəlir. Ümumiyyətlə ingilis dilini nəyə görə bir də sevirəm? İngilis dili beynəlxalq dildir. Yəni onu fərqli formalarda, fərqli metodikalarla, yəni onun metodikaları daha çoxdur. Yəni istədiyin formada sən o dərsi idarə edə bilirsən, brainstorminglər edə bilirsən, yarışlar edə bilirsən, speaking. Misal üçün mən vaxt olanda, nə olsun ki, speaking yoxdur bizim proqramımızda, mən onu şagirdlərimdən eləyirəm. Yəni şagirdlərim də bunu təsdiqləyər. Düzdür, utancaqları var, dərsdə danışmaq istəmirlər. Amma deyirəm ki, yox da, ən azından cəhd elə, qorxma, fikirlərini paylaşmaqdan çəkinmə, əsas başlamaqdır. Ondan sonra davam edir. Hansı ki, esse yazmaq çox şagirdimizin yaralı yeridir. İnanın ki, indi axıra qədər videoma baxan olsa şagirdlərimlə deyəcək. O qədər yaza bilməyən, esseni yaza bilməyən şagirdlərim var idi ki, misal üçün 100 bal yığan şagirdlərimdən bir düzdür. Şəbnəm haqqına girməyim. Şəbnəm bazası var idi, cümlə qura bilirdi, amma sadə cümlələr qururdu. Biz onu o qədər yəni üzərində işlədik ki, tam balı essedən aldı. Ümumiyyətlə ingilisində hamısını düz yazdı, 100 bal da aldı. Yəni mümkünsüz deyilən bir şey yoxdur. Tək ki siz özünüz oxumaq istəyin uşaqlar. Yəni siz özünüzü maksimuma hədəfləsəz, nəticəni də tez bir zamanda olmasa da üzərinizdə çalışdıqca, yəni belə deyim, bazadan asılıdır da, bazası olan, söz bazası olan şagird esseni bir aya möhkəmləndirə bilir. Amma bazası aşağıdırsa, biraz onu düzəltmək çox çətindir. Hansı ki, məni burada 8-9-cu sinif şagirdləri istəyirsə, mütləq şəkildə mənim xətrimə biraz da istəyirsinizsə, indidən başlayın çoxlu söz öyrənməyə. Yaxşı? Növbəti, necəsiz müəllimə? Əlayam sədim. Necə hər cəhətdən qüsursuz olmağı bacarırsınız? Əslində o yaxşı bir şey deyil, Zeynal şagirdimdir. Yaxşı bir şey deyil, mükəmməliyyətçi olmaq insanı çox yorur. Demirəm mən mükəmmələm, 100% ki, mənim də mənfi cəhətim var. Misal üçün, mən kənardan çox egolu müəllimə kimi görünürmüşəm, amma qəti, yəni, heç elə olmağı da sevmirəm, dərsdə uşaqlar da görür. Yəni, onların, hətta bəzən onlarla eyni formada, eyni düşüncə tərzində olmağa çalışıram, özümü onların yerinə qoymağa çalışıram ki, misal üçün, bu şagird nəyə görə bu fikri mənə deyə bilər, niyə görə belə düşünür, bu tipdə. Ən azından çalışıram ki, əsas məsələ müəllimlikdə bəli, qüsursuz olmağı bacarmaq üçün çox çalışmaq lazımdır. Hətta vaxt olub çox yuxusuz qalmışam buna görə, amma yəni xeyrini çox gördüm. İnşallah ki də bundan sonra nəticəsini daha da çox görəcəm. İngilis dili müəllimi olmaq istəyinizi ilk dəfə nə zaman anladınız? Mənim bir ingilis dili müəllimi vardı, yaşlı müəllim idi, amma super müəllim idi. Çox gözəl öyrədirdi və mən onun öyrətdiyini çox gözəl şəkildə mənimsəyib, o formada da sinif yoldaşlarımı öyrədirdim və çox gözəl də nəticə görürdüm onlardan. Gördüm ki, öyrənirlər və öyrəndiklərimi də öyrətməyə çox xoşdurdum. O səbəbdən gördüm ki, həqiqətən bu sahə mənim üçündür. Bilirsiniz, bəzən bilə bilərsən bir şeyi. Nə qədər danışdım, ay Allah, hələ 17 dəqiqədir. Bir şeyi bilə bilərsən, amma onu çətin formada izah edirsənsə, bu sənin mükəmməl olduğunun nəticəsi deyil. Onu sadə şəkildə izah edirsənsə, sən bu işi bacarırsan deməkdir. Müəllimlikdə də əsas, yəni tanıdığım müəllimlərin əksəriyyəti də belədir bu arada, əməkdaşlıq etdiyim müəllimlərin hər biri. Yəni belə olmağı bacarırsansa qabağa gedə bilirsən. Yəni mən də gördüm ki, dilimi sadə şəkildə, istənilən səviyyədəki insana onu öyrədə bilirəmsə, deməli mən müəllim ola bilərəm və
ingilis dilinə ayrı bir marağım olduğu üçün də bu sahəni seçdim. Və ingilis dili prestijli sahədir. Sən bu ingilis dilini bilə-bilə, məsəl üçün proqramistliyə yönələ bilərsən, çünki dilin var. İstənilən sahəyə yönələ bilərsən. Şirkətdə də işləmək üçün yaxşı olar ki, magistr ixtisasını dəyiş. MBA ixtisasına yönəl, yəni əla nəticədə alacaqsan. İstər ingilis dili müəllimliyində, istərsə də digər sahələrdə təbii ki, praktika, o işdə belə deyim, təcrübən öz üzərində çalışmağın çox önəmlidir. Yəni bunu yadınızda saxlayın. Kimdən və nədən ilhamlanıb müəllim peşəsini seçdiniz? Aydın müəllim ingilis dili müəllimim olub. Ondan ilhamlanmışam. Bir də riyaziyyat müəllimi Mehriban müəllimə də çox şagirdlərlə yanaşma tərzini çox sevmişəm. Ona görə mən ümumiyyətlə elə olmuşam. Mən müəllimin xarakterini sevirəm, sonra o fənni sevirəm. Əgər o müəllimi sevmirəmsə, onun fənnini də sevmirəm. Çox qəribə xarakterim var idi. Və mən onun şagirdlərimdə də çox görmüşəm. Sağ olsunlar, hörmətləri həqiqətən mənim üçün çox önəmlidir. Yəni hətta şagirdlərim özləri də hiss eləyir ki, mənim üçün şagirdin savadı yox, onun mədəniyyəti, belə deyim, dərsə olan diqqəti, mənə olan hörməti çox önəmlidir. Ona görə də yəni müəllimlərimə qarşı da elə olmuşam. Həmçinin də müəllimliyin bir mənfi cəhətini deyim sizə uşaqlar. İndi inşallah davam edən şagirdlərim olacaq. O qədər məsuliyyətlidir ki, yəni sənin bir kəlmə sözün şagirdin ömür boyu yadından çıxmaya bilər. Yəni sən o sözü əgər demək istəyirsənsə, ən azından heç olmaya içində bir düşün. Düşün ki, mən bu sözü desəm şagirdə necə təsir eləyəcək. Ən azından onu bir içində yumşalt, ondan sonra ola bilər də müəllimlər də belə deyim, yorğun ola bilirlər, düşüncəli ola bilirlər, misal üçün problemləri ola bilər. Düzdür, mən onu bacardığım qədər şükür Allah problem olmayıb, amma ki, heç vaxt bildirməməyə çalışmışam. Yəni, müəllimliyin bu cəhəti biraz pisdir. Yəni, necə olursa olsun, nə olursa olsun, onu şagirdləri sən yansıtmamalısan. Çünki həqiqətən də şagirdlər səndən o enerjini alır. Sən də daima onlara pozitiv enerjini ötürməlisən. Əgər sən negativ enerjini onu ötürəcəksənsə, o şagird səndən uzun ömürlü olmayacaq davamiyyəti. Yəni, bunu da gələcək müəllimlər olanlara, ümumiyyətlə səhifəmi izləyən müəllimlərə də tövsiyə olaraq deyə bilərəm. Ən böyük xəyalımı deməyim, amma karyeramda ən böyük xəyalım odur ki, özümü istədiyim yerdə görmək, hansı ki, əziyyətimin qarşılığını ala bilmək. Müəllimlikdə də təbii ki, mənə qoşulan şagirdlərin nəticəsi hamısı maksimum olsun. Müəllimin arzusu nə olacaq? Və istəyirəm ki, şagirdlərim maksimumdan əlavə nəticənin yüksək olmağı ilə deyil, olduğu sahədə də uğur qazansın. Yəni, universiteti bitirməklə söhbət həll olmur uşaqlar. Öz üzərində çalışmasan. Dediyim kimi, o qədər müəllimlər məzun olur ki, hər müəllim də işində uğurlu olurmu? Yox. Yəni, bu sizin öz üzərinizdə çalışmanızdan asılıdır. Bu təkcə müəllimliyə aid deyil, digər sahələrə də aiddir. Yəni, sən universiteti bitirdinsə, o ixtisasa tam şəkildə belə deyim, yiyələnməmsən deməkdir. Yəni, tam şəkildə yiyələnsəydin, 4-cü kursu bitirəndən sonra rahat şəkildə işə düzələrdin. Bir müddət öyrəşəndən sonra o sistemə yaxşı olar ki, ödənişsiz, yəni sizin özünüzün könüllü şəkildə qoşula biləcəyiniz proqramlar çox olacaq. Ona mütləq şəkildə qoşulun və yararlanın. Həm CV-niz üçün plus olacaq, həm də sizin özünüzün inkişaf üçün, sosiallaşmanız üçün çox faydalı olacaqdır. Keçmiş müəllimlərinizin təəssüratları. Müəllimlərlə həmişə xoş təəssüratlarım olub. Yəni, inanın ki, bu il biraz vəfasız olmuşam. Hər ilin bayramlarında müəllimlərimi, dəyərli müəllimlərimi həmişə axtarmışam. Həmişə. Amma bu il biraz dərs rejimim çox ağır oldu. İnşallah ki, növbəti ildə o səhv eləmərəm. Yəni, əziyyəti üzərimizdə çox olan müəllimləri axtarmaq çox önəmlidir. Misal üçün, dil ədəbiyyat müəllimim var idi, Rəna müəllimə, Xəyalə müəllimə. Onların əziyyəti üzərimdə çoxdur. Növbəti sual sona verib, şagird sona. Xarici ölkədə işləmək, getmək fikriniz varmı? Xarici ölkədə oxumaq fikrim var idi. Çünki ortalamam yüksək idi, 90 plus idi. Rahat şəkildə ödənişsiz daxil ola bilərdim. Sadəcə düşündüm ki, mənim özümün, siz necə, müəllimənizin mənfi cəhəti var. Müəlliməniz başını işinə qatdısa, özünə baxmır. Yəni, heç baxmıram özümə. Ümumiyyətlə, səhhətimlə bağlı hər şeyi unuduram. Yəni, xaricdə yaşasam, bilirəm ki, orada salamat qayıtmayacam. Yəni, bilirəm bunu. Mən ora tək getməməliyim. Yəni, ya tanışlarımdan biri olmalıdır ki, mən orada təhsil alım. Həmin vaxtı elə ətrafımdakı insanlar da hələ ki, burada karyerasını davam elədi deyə. Ona görə getmədim. Onun yerinə ixtisasımı dəyişdim, magistri burada oxudum. Belə deyim, düzdür, xaricin yeri ayrıdırmı? Bəli, ayrıdır. Amma proqramistlik sahəsində bəli. Amma müəllimliyə görə, belə deyim, tövsiyə eləməzdim. Təhsilin idarə olunması, yəni education management olmalıdır. Hə, o sahə üzrə gedib xaricdə oxumaq olar. Amma belə deyim, sırf müəllimlik üçün xaricdə oxumağı tövsiyə eləmirəm. Yəni, ixtisası dəyişsəz, bəli.
Yəni özüm də niyyətim olub, amma dediyim kimi özümün xasiyyətimi bildiyim üçün, yəni mənim nə yemək yadıma düşəcəkdi, nə belə deyim, normal formada dincəlmək yadıma düşəcəkdi. Düzdür, indi də dincəlməyimə fikir vermirəm, amma ən azından yeməyimə fikir verirlər, artıq evdə fikir verirlər. O səbəbdən xaricdə o mümkün olmayacaqdı uşaqlar. Ona görə müəlliməniz xaricə getmədim. İnşallah qismət olar gəzmək, onsuz dil də var, turist kimi gəzmək qismət olacaq inşallah bu yaxınlarda. Sual verən çox olacaq. Mən yaxşı ki varsınız deyim. Çox təşəkkür edirəm. Həqiqətən də çox gözəl mesaj idi bu. Gənclərə uğurlu gələcək üçün nə tövsiyə edirsiniz? Gözəl xanım, bu haqda çox gözəl məlumatlar verdim şagirdlərə. Yəni bütün lazımlı məlumatları məncə verdim. Nələr etməliyik? Gənclər tənbəl olmamalıdırlar. Yəni qısa şəkildə bunu deyim. Tənbəl olmursunuz, öz üzərinizdə çalışırsınız. Həqiqətən də motivasiyanı, bəlkə də 1555-ci dəfədir bunu deyirəm. Motivasiyanı gözləməyin uşaqlar. Yəni ən gözəl bilirsiniz nədir? Bəzən ola bilər motivasiyanız düşə bilər, çox normaldır. Havalar indi isinib, çox normaldır düşməsi. Şəxsən mən müəllimənim belə. Mən bir günə 7-8 dərsim olardı. Onu necə keçirdim də. Amma indi bir günə 2-3 dərsim var. Yəni o motivasiya məndə yoxdur, amma özümü məcbur edirəm. Görürəm ki, həqiqətən də motivasiyanı gözləməyindən deyil. Misal üçün onu mən təxirə də sala bilərəm. Heç vaxt eləmərəm bu arada. Yəni ölməyincə, ölüm ayağında olmayınca, belə təzim yerlərdə olmayınca mən dərslərimi heç vaxt axsatmıram. Amma olsa belə, yəni dəyişə bilərəm də, onu eləmirəm. Siz də elə, yəni misal üçün dərsə getməyə bilərsiniz, həvəsiniz olmaya bilər, qəti elə şey eləməyin və o dərsə gedəndə özünüzdə görəcəksiniz ki, bu da əlimdə qalıb. Özünüz görəcəksiniz ki, həqiqətən nə yaxşı getdim. Bu gün getməsəydim bu dərsi öyrənə bilməzdim. Bu misal üçün məsələdən xəbərim olmazdı. Yəni əsas məsələ disiplinli olmağınızdır. Disiplin. Yəni onu bir gün, 2 gün, 3 gün davamlı olaraq ona belə deyim, əməl etdikdə həqiqətən də nəticəni görmək olur. Bəzən elə şagird olur ki, yəni ümumiyyətlə şagird olmasın, tələbə olsun, hər hansı bir yəni işdə olan, özünü inkişaf etdirmək istəyən birisi olsun. Yəni planlı gözləmir, öz istəklərinə uyğun olaraq davam edir, amma dayanmır. Daim yeni bir şeylər öyrənmək istəyir. Yəni o insanlar da elə, istər plan üzrə, yəni disiplin üzrə hərəkət edən, istərsə də öz üzərində daima çalışa bilən insan, həqiqətən də bu həyatdan heç nə itirmir, daha da qazanır. Yəni o səbəbdən kimdənsə nəsə gözləməyin uşaqlar, yəni siz özünüzün bələdçisi olun. Heç kimlə də belə deyim, özünüzü müqayisə eləməyin, heç kimi özünüzə rəqib görməyin. Yəni o paxıllığa doğru gedir. Mən özüm də indiyə kimi rəqibim olmayıb. Hamının uğruna öz uğurum kimi sevinmişəm. Yəni öz dostlarım olsun, öz həmkarlarım olsun bu arada. Yəni özünüzün rəqibi olun. Məsəl üçün bugünkü kəmnə ilə bir il əvvəlki kəmnə arasında dünya qədər fərq var. Və əminəm ki, bugünkü kəmnə ilə növbəti 2026-cı ildəki kəmnə ilə də dünya qədər fərq olacaq. Nəyə görə? Çünki mən xarakterimi bilirəm ki, daimi inkişafda olmağı sevirəm. Həmçinin o deməkdir, ancaq kitabdan ayrılmamışam. Yox, ancaq o kitabla deyil. Hər şey müşahidə eləməklə, özünü müqayisə eləməklə, nəyi necə eləsəm daha yaxşı olar. Bunu misal üçün burada alıb səhv elədim, nəyə görə səhv elədim, nədən irəli gəlir. Hamısının dərinliyinə qədər enmək lazımdır, səbəbini axtarmaq lazımdır. Ondan sonra onun üzərində işləyib yenidən düzəltmək lazımdır. İnşallah ki, dediklərimin hər birinizə faydası oldu. Ümid edirəm ki, hər biriniz üçün bundan sonra da gözəl günlər qabaqdadır, xüsusilə də 11-ci sinifi bitirməyə hazırlaşan son zəng qaça-qaçında olan şagirdlər. Bu arada son zəng demişkən, son zəngə başınıza az qoşun uşaqlar, blok imtahanı yaxınlaşır. Yəni düzdür, onun da yeri ayrıdır, maraqlıdır, amma o da gəlib keçəcək yəni. O blok imtahanında o 5 bal, 10 balın söhbəti olanda mən sizə deyəcəm. O səbəbdən fokuslanırsınız əsas məsələ dərslərinizə, əyləncənizi də belə deyim. Əyləncənizi də axsatmırsınız, amma onunla paralel dərslərinizi də axsatmayın. Hər ikisini planlı şəkildə, idarəli şəkildə, balansı qorumaqla edin. Yəni mən sizə demirəm bütün gün dərs oxuyun, mən sizə demirəm bütün gün o telefondan ayrılın, yox. Amma elə şagirdim var ki, həqiqətən telefon onun fikrini yayındırıb, özü telefonunu verib valideyninə ki, valideyn, bu mənim telefonum, qalsın sən də blok imtahanından sonra verərsən. Elə şagirdlər də var. Eləsi də var ki, yəni o öz iradəsi ilə, öz belə deyim də, vaxt bölgüsünü bilir, nəyi harda necə eləmək lazımdır. Və ona da əməl eləyir. Nə telefonundan qalır, nə gəzməyindən qalır, nə dərsindən qalır. Mən elə şagirdləri çox həqiqətən qibdə eləmişəm o şagirdlərə. Çünki mən elə olmamışam. Düzdür, heç dənə məhrum eləməmişəm özümü, amma çox özümü dərsə vermişəm. Yəni
düzgün formada, planlı şəkildə, keyfiyyətli şəkildə davam etmək lazımdır. Təbii ki, maksimum nəticə istəyiriksə, maksimum şəkildə də biz istədiyimiz o sahəni, istədiyimiz fənn ola bilər, ona maksimum şəkildə fokuslanmamız lazımdır. Son olaraq onu deyim ki, heç bir çəkilən əziyyət yerdə qalmır. Bariz nümunəsini burada görürsünüz. Mənim indiyə kimi neçə il imtahan vermişəm, ay Allah. 11-ci sinif, 11 il, 4 il bakalavr, 15 il, 2 il magistr, 17 il. Düz hesabladım da uşaqlar inşallah. 17 illik təhsil həyatımda deyirəmsə, heç bir günündən peşman olmamışam. İndi də belə. Yəni, bu əziyyətimi çəkmişəmsə də indi bəhrəsini görürəm və daim də yenə də inkişafa davam, daim üzərində işləməyə davam. Çünki hər gün yeni metodikalar çıxır, hər gün yeni sözlər çıxır ingilis dilindən, yeni sahələr kəşf olunur. Hər birindən xəbərimiz olmalıdır. Çünki get-gedə zəmanə artıq texnologiyaya doğru gedir və biz bu sahələrdən hər birimizin xəbəri olmalıdır deyə düşünürəm. Ancaq bir sahəyə fokuslanmayın. Elə ola bilər ki, özünüzü başqa sahədə görə bilərsiniz universitet oxuyanda. Yəni, içinizdəki səsə qulaq asın. Əgər o səs deyirsə sizə ki, sən başqa sahədə daha yaxşı olacaqsan, o sahəni ən azından bir sınayın. Olduğunuz sahəni o dəqiqə buraxmayın, amma o digər sahəni də sınayın. Bəlkə o sahədə daha çox uğurlu olacaqsınız. Əlavə olaraq da onu deyim ki, gələcəkdə də seçdiyiniz ixtisası seçəndə ona aid də bir video çəkəcəm. Gələcəyi düşünərəkdən seçin ki, bu sahə gələcəkdə tələb olunan sahədirmi, ya yox. O cəhətdən mütləq şəkildə məntiqli düşünmək lazımdır. Belə, nə sualınız olsa mənə verməyi unutmayın. Biraz uzun oldu bu video. Yəni, bu qədər uzun olacağını düşünməmişdim. Amma ürəyim doluymuş video çəkəndə gördüm. Hər birinizə uğurlar arzulayıram bir daha. İnşallah ki, bol-bol uğurlarınızın nəticəsi olaraq balınızın yüksək olmasını istəyirəm. Və o gözəl xəbərləri kommentdə, ümumiyyətlə yaza bilərsiniz, fərqi yoxdur. Yəni, mənimlə paylaşmanızı çox istəyərəm ki, görün, ümumiyyətlə bu dediklərimi şagirdlərə xeyri oldu mu? Onlara motivasiya etdimi? Yəni, çox xoş olar ki, siz də necə təəssürat yaratdı, bu haqda fikirlərinizi bölürsəniz çox xoş olar. İnşallah ki, növbəti videolarda görüşərik. See you. Have a good day.